Əziz dostlar, Əhlüsünnədən olan bəzi qardaşlarımız belə bir iddia ilə çıxış edirlər. Çox vaxt soruşurlar ki, Vəhabilər kimlərdir? Mən deyirəm, qardaşım, siz qulaq asın. Birincisi, Vəhabi deyilən firqəsi yoxdur. Belə bir tayfa yoxdur. Belə bir məzhəb yoxdur. Düzdür, İslamda firqələr olub. Ta qədimdən tayfalar olub. Məsələn, murciyələr, əşarilər, mətrudilər, sufilər, şiyələr, rafizilər, əhlüsünnə, firqələr olub, çoxdur. Amma Vəhabi deyilən bir şey yoxdur. Vəhabi insanların ixtira etdiyi, çıxartdığı bir sözdür. Belə bir firqə, məzhəb, tayfa olmayıb, ömür boyu olmayıb. Burada deyilənlərlə bağlı bir neçə məqama diqqət yetirək. Qardaşımız burada israrla Vəhhabilik firqəsinin olmadığını iddia etsə də, reallıqda belə bir firqə var və bunu danmağa heç bir lüzum yoxdur. Vəhhabilik 18-ci əsrdə yaşamış Məhəmməd İbn Əbdülvəhhabın ideya ardıcıllarına verilən addır. Bu mənada Vəhhabilik Əbdülvəhhabın təbliğ etdiyi radikal düşüncələri qəbul edən şəxsləri özündə birləşdirən bir hərəkatdır. Bəli, burası doğrudur ki, digər firqələr kimi bu firqəni də insanlar icad edib. Başqa kim icad edəsi idi ki? Amma Vəhhabilik sözü əsla böhtan və ya həqarət məqsədi ilə deyilməyib. Sadəcə Əbdülvəhhabın ideya tərəfdarlarını müəyyən etmək üçün işlədilib. Bu da bir faktdır ki, Əbdülvəhhabın ideya ardıcılları özlərini Vəhhabi adlandırmır. Sadəcə Sələfi adlandırır və özlərini Əhlüsünnə hesab edirlər. Lakin Əbdülvəhhabın banisi olduğu bu hərəkat özünə məxsus radikal görüşləri ilə seçildiyindən digər müsəlmanlar həmin firqəni məhz hərəkatın banisinin adı ilə adlandırmışlar. Maraqlısı isə budur ki, bu deyilənləri qardaşımızın elə özü başqa bir söhbətində etiraf etmişdir. Bax qardaşım, Vəhabi, onu qeyd edirdim ki, əvvəl saqqalla bağlayırdılar. Əvvəl saqqalla bağlayırdılar. Bu cahillikdir, bu savadsızlığın nəticəsidir. Amma Vəhabi bəziləri əqidə olaraq deyirlər, nə mənada? Necə bilirsən, Muhammed İbn Abdülvahhab adlı bir şəxs olur. Muhammed bunun adıdır, Abdülvahhab atasının adıdır. Ərəblər belə deyirlər. Muhammed Abdülvahhab oğlu. Muhammed İbn Abdülvahhab. Bu şəxs bizim bildiyimiz hal-hazırda Səudi Ərəbistanda dünyaya gəlib. Hicrətin 1115-ci ilində. Orada Uyeyna deyilən bir yer var. İndiki Riyad paytaxt yoxdur. Oradan hardasa 30-35 kilometr kənarda yerləşir. Orada dünyaya gəlib 1205-ci ildə dünyasını dəyişib. Həmin bu adamla bağlayırlar bu adı. Yəni kim onun dediklərini deyirsə, onun əqidəsindədirsə o Vəhabidir. O kişidən qabaq yer üzündə Vəhabi deyilən bir şey yox idi. Bəs Məhəmməd İbn Əbdülvəhhab nə kimi ideyaları yayıb? Əslində Əbdülvəhhab ənənəvi əhlüsünnə mənbələrindən çıxış edib. Doğrudur, onun bəzi özünə məxsus şərhləri olsa da, istinad etdiyi qaynaq əhlüsünnənin orta əsrlərdə Abbasi xilafəti dövründə qələmə alınmış fundamental əsərləri olub. Bir çoxları hesab edirlər ki, Əbdülvəhhabın əsas ideoloji cəhəti Peyğəmbər dövründə olduğu kimi uzun saqqal saxlamaq, bığları qısaltmaq, qəbirləri alçaq etmək və s. kimi zahiri ənənələri öz yaşadığı dövrdə dirçəltməsi olub. Amma bu yanlış və səthi yanaşmadır. Əbdülvəhhabın yaydığı radikal və əslində təhlükəli görüşləri onun görüşlərindən fərqli yanaşan müsəlmanların kafir və dindən çıxmış elan edilib öldürülməsinə fətva verməsidir. Əbdülvəhhab faktiki olaraq dini görüşlərə görə insanların qətlini təşviq edib və onun ardıcılları müsəlman toplumları ilə dini etiqad zəminində savaşaraq minlərlə insanı qətlə yetirib. Bu cərəyanın ardıcılları digər müsəlman xalqlarının milli adət-ənənələrinə də qarşı çıxır, Novruz bayramı, yeni il şənliyi, ad günü və s. kimi əlamətdar günlərin keçirilməsini də haram hesab edirlər. Günümüzdə də Əbdülvəhhabın ardıcılları hesab edirlər ki,
şirk və küfürdə ittiham etdikləri insanlar tövhidə dəvət edildikdə bu dəvəti qəbul etməsələr, onların hökmü ölümdür. Vəhhabiliyə görə namaz qılmayan şəxs də namaza dəvət edildikdə namaz qılmaqdan boyun qaçırsa, hökmü ölümdür. Xülasə, vəhhabiliyi xarakterizə edən əsas məsələ saqqal, bığ, qısa şalvar və s. deyil, digər insanların inanc haqqını tanımayıb, etiqadına görə insanların öldürülməsinə hökm vermələridir.